Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Bakı Ekspo mərkəzində 11-ci beynəlxalq kitab forumu keçirilir. Foruma maraq olduqca böyükdür. Kitab sərgisində vəziyyət necədir? Gəlin birlikdə baxaq. Bakı Ekspo mərkəzində keçirilən Bakı Beynəlxalq Kitab sərgisi bu ildə oxu mədəniyyətinə marağın yüksək olduğunu göstərib. Sərgidə yerli və xarici nəşriyyatlar, tanınmış müəlliflər və minlərlə ziyarətçi bir araya gələrək yeni nəşrləri təqdim ediblər. Oxucular kitablarla tanış olur, müəlliflərlə görüşür, müxtəlif təqdimat və imza mərasimlərində iştirak edirlər. Yazıçılar isə qeyd edirlər ki, bu cür sərgilər ədəbi mühitin inkişafına və oxucu ilə birbaşa ünsiyyətin yaranmasına şərait yaradır. Sərgi ümumən qaniyetçidir, ənənəvi sərgidir, ildə bir dəfə keçirilir. Əlbəttə daha yaxşı ola bilər. Ümumən kitab bayramıdır. Ölkəmizdə bu cür sərgilərin keçirilməsi çox yaxşıdır. Yəni get-gedə kitab sektoru inkişaf etməkdədir. Əlbəttə ki, nöqsanlar var, hətta çoxdur. Güman edirəm ki, hər ildə meydana gələn nöqsanlar növbəti illərdə nəzərə alınacaq və daha sərgilər daha yaxşı şəkildə təşkil olunacaq. Bugün adam xeyli olub, yəni qane edici səviyyədə olub. Qanun nəşriyyatı olaraq biz də sərgidə aktiv iştirak edirik. 1000 addan artıq kitabla təmsil olundu, 20-30% endirimlə. Bütün mövzularda, bütün yaş həddinə uyğun kitablarımız burada nümayiş olunur və satışdadır. Ümumiyyətlə, insanların münasibəti məhz bu günləri qane elədi. Ara günlərdə bir balaca seyrəklik var idi. Bir də həm də insanlar bu avtobusların daşınmasına hələ indi öyrəşdilər. Çünki keçən ildən fərqli olaraq yerlər dəyişmişdi. Buna görə adamlar yaxşı bilmirdilər avtobusların yerini, ancaq bugündən hiss olundu ki, artıq o problemdə yavaş-yavaş həll olunur. Sərgisi çərçivəsində bir çox nəşriyyatların kitablarının təqdimatı, müəlliflərlə görüş, imza saatı təşkil olunur. O cümlədən bizim Pak nəşriyyatında 2 yeni kitabı deməli təqdim olundu bugün. Kitablardan biri müstəqil dövrünün ən yaxşı hekayələri adlanır. 33 müəllifdən 33 şeir, hekayə daha doğrusu. Digər isə müstəqillik dövrünün ən yaxşı, deməli Azərbaycan poeziyasının ən yaxşı şeirləri. 11 şairdən 11 şeir, yəni kitab sərgisinin sözüdür. Hər bir oxucunu, kitab sevəri, ədəbiyyat sevəri, ümumiyyətlə Azərbaycanlıları sərgidə gözləyir. Sərginin son günü sabah keçiriləcək. Təşkilatçılar bildirirlər ki, tədbirin yekun günündə də ziyarətçiləri təqdimatlar, imza mərasimləri və bir sıra maraqlı ədəbi proqramlar gözləyir.